Hə, uşaqlar, davam edirik. Biz faylların növünü saydıq. Bundan sonra gəlirik formatlaşdırmaya. Ümumiyyətlə, formatlaşdırma iki cür olur. Yəni, format eləmək iki cür olur. Bir, fiziki formatlaşdırma, bir də məntiqi formatlaşdırma. Ümumiyyətlə, format əmri ancaq xarici yaddaşlara tətbiq olunur. Yəni, daxili yaddaşlar ki, saymışdıq, ROM, RAM falan, bunların heç bir, ümumiyyətlə, daxili yaddaşlar demişik, bizim kimi deyil. Çünki orada heç bir informasiya saxlamırıq. Bizim bütün informasiyalarımız xarici yaddaşda saxlanılır. Hard disk olsun, flash kart olsun və format əmri də ancaq xarici yaddaşlara tətbiq olunur. Və formatlaşdırmanın iki növü var. Bir, məntiqi formatlaşdırma, bir də fiziki formatlaşdırma. Məntiqi formatlaşdırma diskin məntiqi hissələrə bölünməsidir. Məntiqi formatlaşdırma diskin məntiqi hissələrə bölünməsidir. Bax uşaqlar, bizim bir dənə bu hard diskimiz bölünüb iki dənə yerə. Görsən, nə bilim, C diski, Y diski falan. Bax uşaqlar, bu bizim üçün məntiqi formatlaşdırmadır. Məntiqi formatlaşdırma diskin məntiqi hissələrə bölünməsidir. Yəni, bizim kompüterimizdə indi bir dənə hard disk var. Sadəcə mən kompüterə elə başa saldım ki, əslində iki dənə hard disk var. Belə-belə məntiqi hissələrə bölürük. Bizim elədiyimiz, normal bildiyimiz format bax budur. Diskin məntiqi hissələrə bölünməsi, yəni məntiqi formatlaşdırma. Gəlirik ən əsas fiziki formatlaşdırma. Fiziki formatlaşdırma isə diskin sektor və klasterlərə bölünməsidir. Məntiqi formatlaşdırma, fiziki formatlaşdırma diskin klaster və sektorlara bölünməsidir. Ümumiyyətlə, heç bir disk fiziki formatlaşdırılmasa uşaqlar, onun içinə informasiya yazmaq mümkün deyil. Heç bir disk fiziki formatlaşdırılmasa, onun içinə informasiya yazmaq mümkün deyil. Deyərsən, bəs mənim biz flash kartı falan alandan onun içinə informasiya yazırıq. Çünki uşaqlar, o artıq zavodda fiziki formatlaşır. Heç bir disk fiziki formatlaşdırılmasa, onun içinə informasiya yazmaq mümkün deyil. Fiziki formatlaşdırma diskin sektor və klaster və sektorlara bölünməsidir. Bu nə deməkdir uşaqlar? Baxın. Deyirəm, heç bir disk fiziki formatlaşdırılmasa, onun içinə informasiya yazmaq mümkün deyil. Bax, təsəvvür elə, bu sənin 500 GB-lıq bir dənə hard diskindir. 500 GB-lıq bir dənə hard diskindir. Sən sabahları bunun içinə bir dənə 1 baytlıq informasiya yazsan, tutaq ki, o gəldi, düşdü bura. Və sabahları sən bu faylı vurub açırsan. Vurub açanda kompüter başa düşmür, 1 bayt nədir falan. Bunu vurub açan kimi o gəlir daxil olur hard diskin içinə və gəlib o 500 GB-ın içində 1 baytı başlayır axtarmağa. 500 GB-ın içində 1 baytı nə qədər vaxtda tapar bu kompüter? Gəlib 3-4 gün gözləyəsin ki, o faylı aça bilsin. Yəni, təsəvvür elə, deyirsən ki, filan kəs hardadır, deyirsən Bakıda. O bir də ərazidən həmin şəxsi necə tapa bilərsən? Amma daha tez tapa bilmək üçün bizim üçün disk nələrə bölünməlidir? Klasterlərə və sektorlara. Onun üçün heç bir disk fiziki formatlaşdırılmasa, ona informasiya yazmaq mümkün deyil. Fiziki formatlaşdırmada diskin klaster və sektorlara bölünməsidir. Adi bizdə də sabah kinoteatra gedəndə görsən, sənə nə deyirlər? 5-ci sektor, 6-cı sıra, 7-ci yer. Stadiona gedəndə 5-ci sektor, 6-cı sıra, 7-ci yer. Bunu niyə verirlər ki? Sabahları tez tapa biləsən həmin ünvanı. Sabahları desəm ki, filan kəs harda, deyirsən, məsələn, filan stadionda. Mən onu gedib oradan tapa bilmərəm. Amma düşün ki, filan stadionda, filan sektor, filan yer, birbaşa gedib həmin yerdən həmin şəxsi tapa bilərsən. Bax, onun üçün də uşaqlar ərazini belə deyək, kiçiltmək lazımdır ki, oradakı informasiya tapa bilərsən. Onun üçün də bizim diskimiz bölünməlidir klaster və sektorlara. Bu da fiziki formatlaşdırmadır. Onun üçün heç bir disk fiziki formatlaşdırılmasa, ora informasiya yazmaq mümkün deyil. İndi uşaqlar, gəlirəm mən bu diski fiziki formatlaşdırıram. Üzərinə sağ düymə vurdum və burada format əmri var. Format əmrinə daxil olurum. Bax, birinci olaraq bizdə diskin həcmi göstəriləcək. Həcmi nə qədərdir? Bundan sonra gəlir fayl sistemi. Baxın uşaqlar, ikinci olaraq biz fayl sistemini təyin edirik. Fayllarla bağlı bütün işləri kompüterdə fayl sistemi idarə edir. Faylı yaddaşa yazmaq, faylı yaddaşdan silmək, faylı axtarmaq, nə edirsə elə fayllarla bağlı bütün işləri fayl sistemi idarə edir. Və fayl sistemi iyerarxik quruluşa malikdir. Bayaqları dedim ki, mən kompüterin yaddaşıdır, faylın yoludur, fayl sistemidir, fayl Explorer'in navigation pane bölməsidir, iyerarxik quruluşa malikdir. Bunların hamısının iyerarxik olmağının səbəbi sənin fayl sistemin iyerarxikdir deyə kompüterin yaddaşı ilə bağlı hər şey iyerarxikdir. Çünki bütün yaddaşı, xarici yaddaşları idarə edən fayl sistemi olur.
Faillərlə bağlı hər şeyi, çünki fail sistemi idarə edir. Və avtomatik sual çıxır ki, bəs müəllim dərsin əvvəlində düzdür axı, kompüterin hər şeyini idarə edən əməliyyat sistemidir. Bəli uşaqlar, kompüterin hər şeyini idarə edən əməliyyat sistemidir. Və fail sistemi də əməliyyat sisteminin ən əsas tərkib hissəsidir. Bax, qəbul sualıdır. Əməliyyat sisteminin əsas tərkib hissəsi nədir? Fail sistemi. Fail sistemi də əməliyyat sisteminin içidir. Sadəcə əməliyyat sistemi belə deyək də, tapşırıb ki, faillərlə bağlı işləri buyur, fail sistemi sən idarə edir. Amma yenə fail sisteminin özünə belə nəzarəti əməliyyat sistemi edir. Belə deyək də, kursla informatika üzrə sahəni mən idarə edirəm, tutaq ki. Amma başda da deyən kim var? Samir müəllim. Samir müəllim əməliyyat sistemi olur. Mən də informatika üzrə fail sistemi, yəni informatika üzrə işləri da biz edirik. Amma yenə də nəsə olsa mənim özümə belə nəzarət edən kimdir, deyək Samir müəllim. Aydınmı? Ona görə də uşaqlar, faillərlə bağlı bütün işləri fail sistemi idarə edir. Fail sistemi də əməliyyat sisteminin əsas tərkib hissəsidir. Fail sisteminin özünü də idarə edən əməliyyat sistemi var. Onun üçün əməliyyat sisteminin ən əsas tərkib hissəsi nədir? Fail sistemi. Faillərlə bağlı bütün işləri idarə edir fail sistemi. Hansı fail sistemlərimiz var? 3 dənə fail sistemimiz var uşaqlar. FAT16, FAT16, FAT32, bir də NTFS fail sistemləri. Bir də NTFS fail sistemləri. FAT16, FAT32, FAT16, FAT32, bir də NTFS fail sistemləri. FAT16 216-ya qədər klasteri idarə edə bilirdi. FAT32 232-yə qədər klasteri idarə edə bilirdi. NTFS isə limit yoxdur. Ən güclü fail sistemimiz NTFS fail sistemidir. Ən güclü fail sistemi NTFS fail sistemidir. Və Windows 10 əməliyyat sisteminin də fail sistemi NTFS fail sistemidir. Ən güclü fail sistemimiz New Technology fail sistemi. Ən yeni fail sistemləri, ən güclü fail sistemi NTFS-dir və Windows 10-un fail sistemini soruşsa vaxt sizdən NTFS fail sistemidir və faillərlə bağlı hər şeydə bu fail sistemi idarə edir. 3 dənə fail sistemimiz oldu. NTFS, FAT16, FAT32. Fail sistemi nə uşaqlar? Faillərin yerləşmə cədvəli də deyilir. Sabahları səndən soruşsa ki, faillərin yerləşmə cədvəlini seçin, yəni fail sistemlərini seçin. FAT16, FAT32, NTFS. FAT-ın hələ açılış oldu da File Allocation Table. Faillərin yerləşmə cədvəli. Yəni, sabah faillərin yerləşmə cədvəli deyəndə Excel zad götürməyini cədvəl götürür. Bu FAT16, FAT32, NTFS-i nəzərdə tutur, fail sistemləri. Və ən güclü fail sistemimiz NTFS fail sistemidir. Və uşaqlar da düzdür, qəbulun, indi 2020 qəbulunda var ki, NTFS-in FAT-dan üstünlükləri. Bunu şəklini çəkib atacam onsuz da sizə. Amma yenə də bunu əzbərləmədən də bilmək olur. Bütün müsbət xüsusiyyətlər hamısı NTFS-in xüsusiyyətləridir. NTFS-in bir dənə də mənfisi yoxdur. Ən güclü fail sistemimiz NTFS-dir. NTFS-in FAT-dan üstünlüklərini istəyirsən, bütün müsbət xüsusiyyətləri NTFS-ə aid edirsən, o da olur sənin cavabın. Bir dənə də mənfi xüsusiyyət yoxdur. Bütün müsbət xüsusiyyətlər NTFS-ə xasdır. Ən güclü fail sistemimizdir. Faillərlə bağlı hər şeydə fail sistemi idarə edir. Bundan sonra gəlir uşaqlar biz. Baxın, bundan sonra gəlir Allocation Unit Size. Yerləşdirmək üçün yer. Allocation Unit Size. Görsək. Və ikinci olaraq biz seçirik. Və birinci failin diskin həcmi göstərilir. Sonra uşaqlar fail sistemi. Fail sistemi buradan təyin edirsən. Windows 12 NTFS olur. Və bundan sonra gəlir Allocation Unit Size. Yerləşdirmək üçün yer. Rus dilində olsa yazacaq. Razmera klastera. Klasterin həcmi. Və uşaqlar, klasterin həcmi biz təyin edirik. Neçəlik klaster olsun. Klasterin həcmi gördüyünüz kimi biz təyin edirik. Neçəlik klaster olsun. Məsələn, mən seçirəm 4096 baytlıq klaster olsun. Yəni 4 kilobaytlıq klaster olsun. Məsələn, bu 4 kilobaytlıq klaster seçən kimi sənin bu 500 gigabaytlıq hard diskin 4 kilobaytlıq klasterlərə bölünmüş olur. Klasterin həcmini təyin etsən 8 kilobaytlıq seç. Və sənin bax bu diskin 4 kilobaytlıq klasterlərə bölünmüş olur. Artıq bu özü bölünür klasterlərə. 4 kilobaytlıq klasterlərə bölünmüş olur. Hər klasterin həcmini təyin edin 4 kilobayt. Elə bir 4 kilobaytlıq qutulara bölünmüş oldu. Və sabahlar sən bir dənə 1 baytlıq fail yaradan kimi o gəlir düşür birinci klaster və klasterlər avtomatik özü nömrələnir. Və sabahları sən bu faylı vurub açanda deyir hansı klasterdə yerləşir? Deyir birinci nömrəli klasterdə yerləşir və birbaşa gəlir həmin klasterin içinə baxır və o faylı açmış olur. Ona görə də klaster nədir? Klaster
faylların yerləşdirilməsi üçün ən minimal element klaster adlanmış olur. Faylların yerləşdirilməsi üçün ən minimal element klaster adlanmış olur və klasterin həcmi biz özümüz təyin edirik. Və faylların yerləşdirilməsi üçün ən minimal element klaster adlanmış olur. Fayl klasterdə yerləşir. İndi mən 1 baytlıq fayl yaratdım, o gəldi düşdü bu klasterə. Sabahları təsəvvür elə, bir dənə başqa bir dənə 1 baytlıq fayl yaratdım. O artıq burada boş yer qalıb, baxın, o gəlib, bax, uşaqlar, bu klasterə düşsəydi əgər, düşsə gör nə baş verəcək. Sabahları mən bu faylı vurub açıram. O deyəcək, neçənci klasterdədir? Birinci klasterdə. Gəlib görəcək ki, birinci klasterdə 2 dənə element var. İndi hansını açsın? Elə bir deyirəm ki, filan kəs oturub 6-cı stolda, görürsən 6-cı stolda 2 nəfər var. Bilməyəsən hansı var. Aydınmı? Ona görə də bir dənə klasterdə sadəcə bir fayl yerləşdirilə bilər. Bir dənə klasterdə ancaq bir fayl yerləşdirilə bilər. Onun üçün, bax, tərifi də budur. Faylların yerləşdirilməsi üçün ən minimal element klasterdir. Fayl klasterdə yerləşir və həmin klasterə düşdüsə, həmin klasteri tam tutmuş olur. Başqa bir fayl o klasterə daxil ola bilməz. Onda sizcə bu 1 baytlıq fayl mənim kompüterimin yaddaşında nə qədər yer tutacaq? Düz 4 kilobayt uşaqlar. Həmin klasteri tam tutur. Da artıq bir dənə fayl bu klasterə girdisə, başqası bura girə bilməz. Həmin klasteri tam tutmuş olur və bu kompüterin yaddaşında düz 4 kilobayt yer tutacaq. Elə bir mən bir nəfərlə də belə olsa, bir də sinifə dərsə girdimsə, artıq o sinif mənimdir. Başqası ora girə bilməz. Aydınmı? Baxın. Bax, mən bir dənə 1 baytlıq fayl yaradıram. Təbii ki, Notepad proqramında. Demişik, ASCII ilə işləyir. Bax, 2 dənə simvol yazıram. 2 bayt yer tutacaq. Baxın. Kompüterin özü 2 bayt yer tutur. Amma kompüterin yaddaşında görün nə qədər yer tutacaq. Düz 4 kilobayt yer tutacaq. Mesela kompüterin yaddaşını göstərir. İşləmədi. Buradan baxın. Bax, bunun baytına baxın. Həcmi özü 1 tam filan qədər bayt. Amma kompüterin yaddaşında görün nə qədər yer tutub. Filan qədər. 648 bayt deyil. Axırına baxın. Bundan nə qədər çoxdur. Çünki o gedib həmin klasteri tam tutub. Da artıq başqası ora girə bilməz. Əslində bir baytda olsun da göstərməli idi. Word-də yaradım görün göstərəcək. Göstərir. Baxın. 12,3 kilobayt düzdürmü? Amma diskdə nə qədər yer tutub? Düz 16 kilobayt. Çünki gedib artıq 4 dənə klaster tutub. Hər klasterdə 4 kilobaytdan düz 16 kilobayt yer tutub. Yəni həmin klasteri tam tutub. Artıq başqasını qoymur ora girsin. O klasterə daxil olsa, o klasteri tam tutmuş olur. İndi uşaqlar, nə vaxta qədər bu 1 baytdır? Sabahları mən bu faylın özünü açıram, eləyirəm, tutaq ki, 3 kilobayt. Bu yenə də bu klasterin içindədir və yenə də kompüterin yaddaşında düz 4 kilobayt yer tutur. Bu ki olacaq 4 kilobayt artıq 1 bayt və bu 4 kilobayt yerləşəcək bu klasterə. Bu 1 baytda gedib düşəcək növbəti klasterə. Və artıq neçə dənə klaster yer tutmuş olacaq? 2 dənə klaster və düz kompüterin yaddaşında nə qədər yer tutmuş olacaq? Bu 8 kilobayt. Niyə uşaqlar? Çünki 2 dənə klaster tutdu. Hərəsi 4 kilobaytdan. Bu klasterə də düşdüsə, başqası bura girə bilməz. Nə vaxta qədər 8 kilobaytdır uşaqlar? Bu 8 kilobayta çatana qədər. 8 kilobaytı keçdisə, gedib növbəti klasteri tutacaq. Və düz kompüterin yaddaşında 3 dənə klaster tutacaq. Yəni hərəsi 4 kilobaytdan 12 kilobayt yer tutmuş olar. Belə getmiş olacaq. Onun üçün də diskdə fragmentasiya edilir. Fayl burada bölünür də fragmentlərə. Biri gəlir buradan klaster tutur, biri buradan klaster tutur və fayl dağılmış olur. Diskdə fragmentasiya o fragmentləri aradan qaldırıb bir yerə yığılır. Aydınmı?
Ona görə bir dənə klasterdə desələr maksimum neçə dənə fayl yerləşir? Cəmi bir dənə fayl yerləşmiş olur. Bir dənə klasterdə ancaq bir dənə fayl yerləşir. Və həmin klasterə düşdüsə, həmin klasteri tam tutmuş olur. Onun üçün faylların yerləşdirilməsi üçün ən minimal element klaster adlanmış olur. Fayl klasterdə yerləşir. İndi uşaqlar, bizim bu klasterimiz özü də bölünür sektorlara. Klasterin özünü belə bölürlər sektorlara. Klaster niyə sektorlara bölünür? Belə bir sual var. Klasteri sektorlara nəyə görə bölünür? Faylı daha tez tapmaq üçün. Ümumiyyətlə, bu bölünmələrin səbəbi nədir? Faylı daha tez tapmaq üçün. Klaster özü niyə sektorlara bölünür? Faylı daha tez tapmaq üçün. Və bir sektor dəyişməz olaraq 512 baytdır. Bir sektor dəyişməz olaraq həmişə 512 baytdır. Sektorun həcmini biz təyin edəmirik. Sektor həmişə bir sektor həmişə 512 baytdır. Və klasterin həcmini biz təyin edirik, amma sektorun həcmini biz təyin edəmirik. Bir sektor həmişə 512 baytdır. İndi mənə desələr ki, 4 kilobaytlıq klaster neçə sektora bölünəcək? İndi mənim bir sektorum 512 bayt deyil, 4 kilobaytlıq klaster neçə sektordur? Nəyə bərabərdir? 4 kilobaytı bölməsi niyə? 512 bayta. Onsuz da həmişə 512 bayta böləsən. Çünki bir sektor 512 baytdır. Kilobaytdan da bayta keçmək üçün vurursan 210-a. 210-la 209 getdi. 512, 209. Qaldı burada 2. 2-ni də 4-ə vuranda 8 sektor. Onun üçün də uşaqlar sektorun sayını tapmaq üçün heç əziyyət çəkməyə ehtiyac yoxdur. Bunlara ehtiyac yoxdur. Həmişə qabaqdakı ədədi, verilən ədədi 2-yə vur, sənə sektorun sayını verəcək. 4 kilobaytlıq klasterdirsə 8 sektordur. 16 kilobaytlıq klasterdirsə 32 sektordur. Niyə? Çünki həmişə 512 bayta böləcəksən. Həmişə də kilobaytdan bayta keçmək üçün 210-a vuracaqsan. 210-la 209 gedəndə qalır 2. Ona görə 2-də vurursan qabaqdakı ədədə sənə sektorun sayını vermiş olur. O şimdi həmişə verilən ədədi 512 bayta bölündə sektorun sayını vermiş olur. Çünki bir sektor 512 baytdır. Artıq mənim bu 4 kilobaytlıq klasterim 8 dənə sektora bölünmüş olacaq. Və sektor nədir uşaqlar? Faylların yazınıb oxunması üçün ən minimal element isə sektor adlanmış olur. Bax, faylların yerləşdirilməsi üçün ən minimal element klasterdir. Fayl klasterdə yerləşir. Faylların yazınıb oxunması üçün ən minimal element isə sektor adlanmış olur. Yazınıb oxunmaq. Bir də sözlə fərqlənir. Faylların yerləşdirilməsi üçün ən minimal element klasterdir. Faylların yazınıb oxunması üçün ən minimal element isə sektor adlanmış olur. Və bax, mənim bu 4 kilobaytlıq klasterim artıq 8 dənə sektora bölünmüş olur. 2, 3, 4, 5, 6, 7, 8 deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə klasterə bölünmüş olur. Və indi sabahları təsəvvür edə, mən bir dənə 1 baytlıq fayl yaradıram. O gəlir düşür bu klasterə. Və sabah bunu vurub atanda deyirsən 6-cı klasterdə. Bu gəlib bu 6-cı klasteri axtaracaq. Amma indi burada daha tez tapacaq. Klasterdə bölünür sektorlara. İndi sabahlar mən bir dənə 1 baytlıq fayl yaradıram. Bu gəlir düşür, bax, bu sektor deyək ki, 24-cü klasterdir. Və sabahlar mən bu faylı vurub açanda deyir ki, 24-cü klasterin 3-cü sektorunda yerləşir. Daha bu klasterin nə bu hissəsini axtarır, nə də bu hissəsini axtarır. Birbaşa gəlir, bu 3-cü sektoru axtarmış olur. Aydınmı? Onun üçün də faylların yazınıb oxunması üçün, yəni daha tez yazınıb, daha tez oxunması üçün ən minimal element isə sektor adlanmış olur. Aydınmı? Bax, bu fayl var, 1 baytlıq fayl. Yenə də bu klasteri tutub. Bu klasterə tam yerləşir. Yəni, bu klaster bunundur. Başqası bura girə bilməz. Bu klasterə düşdüsə, bu klaster tamamilə bunundur. Yəni, bu yenə də kompüterin yaddaşında 4 kilobayt göstərir. Bu klasteri tam tutub. Sadəcə, klaster niyə sektora bölünür? Faylları daha tez tapmaq üçün. Yəni, sektora niyə görə bölünür? İnformasiyanın daha tez yazılıb, daha tez oxunması üçün. Onun üçün faylların yerləşdirilməsi üçün ən minimal element klasterdir. Fayl klasterdə yerləşir. Həmin klasterə düşdü, qutardı. O klaster onundur, başqa sonra girə bilməz. Bir klasterdə bir fayl olur. Faylların daha tez yazılıb, daha tez oxunması üçün, yəni yazılıb oxunması üçün ən minimal element isə sektordur. Sektor daha tez yazılıb, daha tez oxunması üçündür. Onun üçün klaster sektora bölünür ki, daha tez informasiyanı tapa bilək.
Bir sektorda dediyim kimi 512 baytdır. Bununla da bu hissəni də qurtarmış olduq. Bundan sonra nə var burada? Ümumiyyətlə uşaqlar, disk aparıcılarının adı bir simvoldan ibarət olur. Bir simvoldan. Disk aparıcının adını bir dənə simvoldan ibarət olur. Və hard disk göstərilir. Hard diskimiz göstərilir C, D hərfləri ilə. C, D hərfləri ilə. Əsas da C-dir. Flash kart göstərilir F hərfi ilə. F. CD-lər, DVD-lər göstərilir. CD, DVD var, yumru kassetlər. Onlar göstərilir E hərfi ilə. E. Disket var idi, floppy diskdir. Həcmi 1,44 MB olan. O isə göstərilir A, B hərfləri ilə. Əsas A-dır. Deməli, disket A hərfi ilə, hard disk C hərfi ilə, flash kart F hərfi ilə, CD-lər, DVD-lər E hərfi ilə göstərilmiş olur. Onun üçün disk aparıcılarının adı bir simvoldan ibarət olmuş olur. Sonra fayl atributlarını düdük, bunları düdük. Bundan sonra nə var? Bir dənə də şifrələmə alqoritmi var. Faylların şifrələnməsi, NTFS fayl sistemində faylların şifrələnməsi üçün EFS alqoritmindən istifadə olunur. EFS. NTFS fayl sistemində faylların şifrələnməsi üçün EFS alqoritmindən istifadə olunur və yeganə şifrələnməyən fayl düdük sistem faylıdır. Sistem faylı dəyişdirilmir, silinmir və şifrələnmir. Bundan başqa uşaqlar, faylların genişlənmələri var ki, bunu qrupa atmışam. Qrupda o genişlənmələri, faylların genişlənməsini hamısını əzbərləyirsiniz. NTFS-in faktların üstünlərində o qəbulun üstündə şeklini çəkib atacam sizə. Bu dərs bu qədər.